Danimarkadan danışdıq. Bugün biz daha çox siyasi məsələlərdən danışırıq, amma danışılmasına ehtiyac olan iqtisadi məsələlər də var. Bilirsiniz ki, Danimarka küləyi yalnız təbiət hadisəsi kimi yox, gələcəyin enerjisi kimi də görməyi bacardı. Hazırda bu ölkə yaşıl enerji inqilabının ən ön sıralarında dayanır. Küləkdən alınan güc təkcə iqtisadiyyatı deyil, həm də ekoloji sabitliyi təmin edir. Maraqlıdır ki, Danimarkanın təcrübəsi indi Xəzərin sahillərində də aktuallıq qazanır. Növbəti sujetdə Danimarkanın yaşıl enerji sahəsindəki təcrübəsinə və Azərbaycanla əməkdaşlıqların perspektivinə nəzər yetirəcəyik. Danimarka, küləyi enerjiyə çevirən ölkə. Bu kiçik Skandinaviya dövləti dünyada bərpa olunan enerjinin flaqmanlarından biri kimi tanınır. Yaşıl enerji sahəsində atılan erkən addımlar bugün Danimarkanı dekarbonizasiya mərhələsinin öncüllərindən edir. Danimarka külək enerjisində dünyaya liderlik edir və elektrik enerjisinin yarıdan çoxunu bərpa olunan enerji mənbələrinə əsasən əldə eləyir. Danimarka üçün enerji transformasiyası 1970-ci illərin neft böhranından başlayıb. Həmin vaxt ölkə enerji idxalından çox asılı idi. Alternativ yollar axtaran Danimarka küləyin gücünə arxalandı. 1991-ci ildə Lolland adasında inşa edilən Vindby stansiyası dünyada ilk dəniz külək parkı oldu. Bugün Danimarkanın enerji xəritəsi tamamilə dəyişir. 1990-2021-ci illər arasındakı statistikada bu əhəmiyyətli dərəcədə hiss olunur. Təxminən 30 il ərzində fosil qaynaqlı yanacaq istehlakı azalarkən bərpa olunan enerji mənbələrindən istifadədə sıçrayış qeydə alınıb. 2023-cü ilin rəqəmlərinə görə ölkə elektrik enerjisinin 55%-ni külək, 20%-dən çoxunu isə günəş enerjisindən alır. Hədəf isə 2030-cu ildə 100% bərpa olunan mənbələrə keçməkdir. Bu xüsusda Danimarkanın Vestas və Ørsted kimi şirkətləri külək turbinləri istehsalında qabaqcıl rol oynayır. Ölkə yalnız quruda deyil, həm də dənizdə külək fermalarının sahəsində liderdir. Məsələn, böyük dəniz layihələrində enerji istehsalı optimallaşdırılır və eyni zamanda ekoloji tələblərə cavab verilir. Bu həm yeni turbin texnologiyası və həm də ağıllı elektrik şəbəkələri ilə təmin olunur. Düşünürəm ki, bu uğurun təkcə səbəbi texnologiyada deyil, həm də dövlət və özəl sektorun sıx əməkdaşlığındadır, uzun müddətli strategiyalardadır və mütəxəssis hazırlığında dayanır. Xüsusilə Şimal dənizindəki külək parkları bu uğurun əsas sütunudur. Burada dünyanın ən böyük dəniz külək layihələri tikilir. Ən iddialı layihə isə Enerji adasıdır. 2030-cu ilə qədər tikilməsi planlaşdırılan bu nəhəng süni adanın 10 milyon evə elektrik verəcək potensialda olması gözlənilir. Bugün Avropanın Şimal dənizi, Aralıq dənizi sahilləri boyunca uzanan minlərlə külək turbinlərini müşahidə etmək mümkündür. Bu sahədə artıq dünyada inkişaf etmiş ölkələr öz sözlərini deyirlər. Bu sahə üzrə daha çox professionallaşırlar. Xüsusən də mütəxəssisləri bu sahə üzrə daha çox yetişirlər. Çünki gələcəyin burada olduğunu görürlər. Buna görə ki, həmin bərpa olunan enerjisi olan ölkələr digər ölkələrdən hansısa bir asılılığı qalmır və yaxud da ki, özündə bərpa olunmayan enerjilər varsa ki, neft, qaz, daş kömür nəzərdə tutulur. Bunlardan asılılıq aradan qalxır. Çünki gələcək dövrlərdə artıq bunların bitmə təhlükəsi ola bilər. Yaşıl enerji mövzusu neft və qaz ölkəsi kimi tanınan Azərbaycanın da diqqətdə saxladığı konsepsiyadır. Beynəlxalq və yerli mütəxəssislərin qiymətləndirmələrinə görə Xəzər dənizində ölkəmizin külək enerjisi potensialı 157 giqavatdır. Bu, ölkənin hazırki enerji istehsal gücündən 20 dəfə çoxdur. Üstəlik, bu enerji yalnız daxili tələbatı ödəmək üçün deyil, həm də ixrac üçün böyük imkanlar yaradır. Son illərdə ölkəmizin Kopenhagenlə yaşıl enerji sahəsində əməkdaşlığının izləri görünür. 2024-cü ildə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, bu ilin yanvarında isə İqtisadiyyat naziri Mikayıl Cabbarovla Danimarkanın Vestas şirkəti rəsmiləri arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib. Ekspertlərin fikrincə, Azərbaycanın külək enerjisinə keçidi üçün Danimarka modeli ideal nümunədir. Birgə layihələr Azərbaycana Danimarkanın yaşıl enerji təcrübəsindən daha effektiv istifadə olunmasına imkan verə bilər və regionun enerji xəritəsini dəyişə bilər.
Xüsusilə dəniz üzərində külək turbinləri, enerji şəbəkələrinin modernizasiyası və yerli kadrların hazırlanması sahəsində Azərbaycanın böyük perspektivləri var. Hazırda alternativ enerji məsələsi Azərbaycan üçün aktualdır. Çünki ölkə 2050-ci ilə qədər xalis sıfır emissiya hədəfi qoyub. Burada Danimarkanın 50 illik təcrübəsi etibarlı yol xəritəsi ola bilər. Bəli, elə Danimarkaya getmişkən bu məsələ ətrafında da kiçik bir araşdırma apardıq və nəzərə alsaq ki, Danimarka külək enerjisi məsələsində lider ölkədir dünyada. Bu təcrübənin Azərbaycanda da tətbiq edilməsi bizim üçün də ciddi uğurlara gətirib çıxara bilər.